Xoş gəldiniz. Mən şirkət sahibiyəm. Bizim burada yaxınlıqda ofisimiz var. Mənim 150 dən işçim var. Onların hamısına business lunch sifariş vermək istəyirəm gündəlik. Ay Allah sizdən razı olsun. Hələ biz ilə sizin üçün işləyirik də. Bizdə biznes vaxtlar var. Toyuqla, ətlə. 7 manata, 8 manata. Özdə ki, tərkibində hər şey var. Bu qaşıqla sən mənə de görüm tərkibində nə var? Biznes lunch'ın tərkibində şorba, qarnir, ana yemək, məzə, salat və içki. O business lunch'ın bir dənə toyuqlusundan ver 7 manata olan. Bir dənə də ətlisindən dadına bax. Siz elə ki mən göndərirəm. Papaq da düşdü. Sən indi buna hava yeməyi vermək istəyirsən. Hadi o şef. Ondan- Şirkət rəhbəridir. Ondan şirkət rəhbəri olar. Hadi o. Maşennik o şirkət. 150 nəfər işçisi var. Ay şef, indi savremenli dövr, zavanlar gəlir. Qoy billə mən eləmək lazımdır. Cavab de, özünsən. Okey, olsun. Yeməkdən çəkim olsun. Ay müəllim, bax sizin üçün 7 manatlıq toyuq biznes lansını gətirmişəm. Buyurun, dadına baxın. Yaxşı, mən bunun dadına baxıram. Sən get ətlə olanı gətir. Baş üstə. Okey. Sən ətli lancda verirsən onu. Hətta toyuğunu verdim, dadına baxır, bu da ətlidir. Yesin, baxsın da, hansından istəyir, sifariş versin. Yaxşı. Qoy işimi işləyim də, şef. Müştəri tutmuşam, 150 nəfər işçisi var. Nə tez idiniz müəllim? Dadlıdır, xoşuna gəldi. Yaxşıdır, pis deyil. İndi ətlini də ver dadına baxım, sonra qərar verərəm hansını sifariş verəcəm. Bu bizim ətlə olan biznes lançdır. Qiyməti də 8 manat. Yaxşı, başa düşdüm. Get də. Bağışlayın, nuş olsun. Müəllim, nətər oldu? Xoşuna gəldi. Ofisə sifariş verəcəksiniz. Yeməkləriniz dadlı idi, çox bəyəndim. Mənim şəxsi katibəm sizlə əlaqə saxlayacaq. Müəllim, bizdə həm ofisdə də, həm ünvanlara çatdırma var. Üstəlik, ola bilsin ki, işçilərlə gedərsiniz piknikə. Bizdə piknik seti də var. Əla, mən əlaqə saxlayacağam sizdən, narahat olmayın. Görəsən ki, müştərini belə tutarlar. Gördün? Mən görməyinə gördüm. Sən bəs bunu gördün? İndi yeri get. Böylərin sözünə qulaq asmaq lazımdır. Yoxsa müasir dövrdür, növrdür, bilməm nədir.